Tamaşaçıları sevinç, xəyal və yaradıcılıq dünyası ilə qovuşduran animasiyalar insanlara müsbət emosiyalar bəxş edir, düşündürür və xüsusilə uşaqların dünya görüşünün formalaşmasına təsir göstərir. Açılış mərasimi Nizami Kino Mərkəzində keçirilən 9-cu Animafilm Beynəlxalq Animasiya Festivalında da məhz bu sehirli dünyanın rəngləri nümayiş etdirildi. Layihə dəniz mövzusu çərçivəsində suitilərin həyatına və müxtəlif ekoloji problemlərə həsr olundu. Bu il müsabiqəyə çox film müraciət elədi və harca 400-dən çox film oldu say olaraq. Onlardan 31 film müsabiqəyə seçildi və müsabiqə çərçivəsində yarışdılar və jüri heyəti artıq onlardan bir neçəsini seçib və inşallah ki, festivala gələn iştirakçılar bağlanış mərasimində bununla tanış ola biləcəklər. Həm də burada keyfiyyətli və beynəlxalq festivallarda iştirak edən animasiyaları görməyə şahid olacaqlar. Bundan əlavə də onlar həm də qlobal trendlərin necə formalaşdığına şahid olacaqlar ki, burada süni intellekti vurğulamaq məncə mütləq vacibdir. Yəni, biz bu xüsusilə də süni intellekt məsələsində maksimum bacardığımız qədər həssaslıqla yanaşdıq ki, filmlərdə həqiqətən insan əməyinə və o incəsənəti həqiqətən incəsənət eləyən elementlərə xüsusilə fokus olaq. Proqramın ilk günündə İsi və Piti animasiya serialı, Yer və Ay, Bum Bum və Yulaf dönərgə qısametrajlı filmləri təqdim olundu. İsi və Piti serialı uşaqlara vətəni tanıtmaq, peşələr və milli dəyərləri öyrətmək məqsədi daşıyır. Bum Bum isə xalq şairi Vaqif Səmədoğlunun uşaqlar üçün ərsəyə gətirdiyi eyni adlı poemasının motivləri əsasında çəkilib. Siz nədənsə gizlənirsiniz? O gəlir, bum bum. Azərbaycan, Polşa və Almaniyanın birgə istehsalı olan və stop motion, plastilin və 3D texnikaları ilə hazırlanan Yulaf dönərgə filmi, səhər yeməyi zamanı valideynlərin mübahisəsi fonunda uşağın emosional vəziyyətini əks etdirir. Yer və Ay ekran işi isə Özbəkistanın və Azərbaycanın animasiya sahəsində ilk birgə beynəlxalq istehsalıdır. Я думаю, очень важно и интересно для детей. Uşaqlar üçün həm maraqlı və əyləncəli, həm də maarifləndirici bir serial yaratmaq istədik. İsi və Piti animasiyasında müxtəlif peşələrdən bəhs olunur və düşünürəm ki, bu uşaqlar üçün həm vacib, həm də maraqlıdır. Eyni zamanda serial Azərbaycanın regionları, şəhərləri və bəzi mədəni xüsusiyyətləri haqqında da məlumat verir. Hesab edirəm ki, layihə yalnız Azərbaycan auditoriyası üçün deyil, beynəlxalq arena və animasiya dünyası üçün də maraqlı ola bilər. Qeyd edək ki, mayın 17-sinədək davam edəcək festival çərçivəsində film nümayişləri ilə yanaşı xarici qonaqların iştirakı ilə müxtəlif ustad dərsləri də təşkil olunacaq. Bu təşəbbüslər isə öz növbəsində yerli animasiya mühitinin inkişafına töhfə verəcək. Arzu Yusif, Zaur Dadaşov, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.